Kürdəmirdə magistral su boru xətti partlayıb. Hadisə Külüllü Kürdəmir magistral su xəttinin 30-cu kilometrliyində rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb. Belə ki, qəza diametri 500 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su boru xətti rayon mərkəzi daxil olmaqla rayonun 6 kəndini içməli su ilə təmin edir. Noyabrda 3 dəfə partlayıbdır, sentyabrda 2 dəfə, keçən ayda bir dəfə, indi bir dəfə. Hər ayda bir dəfə olaraq su qəza olur. Hər qəza olandan sonra müraciət edirlər ki, yəni belə deyək də, su olmayacaq. Bu ay su olmayacaq, 3 gün su olmayacaq. Biz suyu ambara, belə deyək də, depoya yığmamış, belə deyək də, su kəsilir. Neyniyək? Dünən saat axşam təxminən 9 radələrində Ağsu Bəhrəmtaba yolunun 30-cu kilometrində qəza baş vermişdi. Qəza baş verən zaman dərhal suyun verilişi mənbədən dayandırılmış. Bu gün səhər-səhərdən qəza yerinə idarənin canlı qüvvəsi və qəzabərpa xidməti dərhal cəlb olunmuşdu. Qəzanın belə aradan qaldırılması üçün bütün tədbirlər tərəfimizdən görülür. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayon mərkəzi daxil olmaqla rayonun ümumilikdə 8400 abonentini, eləcə də 21000 sakinini içməli su ilə təmin edir. Elvin Qudrətov, Aqil Əsədov, Bugün informasiya proqramı üçün.